2022-ci ildə təsis edilmiş 88 nömrəli tam orta məktəb. Hansı ki, Vətən müharibəsi qəhrəmanı Elçin Mansurovun adını daşıyır. İndi isə gəlin bu məktəbin kitabxanasına nəzər salaq. 88 nömrəli tam orta məktəbin geniş, işıqlı, füsunkar kitabxanası həm Azərbaycan, həm də dünya ədəbiyyatından olan əsərlərlə zəngindir. Burada ədəbiyyatın xalq, klassik, uşaq, müasir ədəbiyyat kimi qollarında nəinki seçilmiş əsərlərə, eləcə də məşhur hekayələrə rast gəlmək olar. Dünya klassiklərindən Dostoyevski, Tolstoy, Shakespeare, Jack London kimi yazıçıların, Martin Eden, Oliver Twistin macəraları, Ağ Diş, eyni zamanda uşaqlar üçün Haydi, Alisa Möcüzələr Diyarında, Pollyanna kimi əsərlər gördüyünüz rəflərdə öz yerini tutmuşdur. Kitabxana xalq üçün, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daima hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir. Düzgün və qiraətli bir nitqə sahib olmaq üçün kitab oxumaq şərtdir. Oxumuş millət hər zaman ağıl və zəkanın gücü ilə yaşayır. Əziz oxucular, yüksək və keyfiyyətli ədəbiyyat nitqinizi gündəlik həyatda rast gəlməyən yeni sözlər və ifadələrlə şaxələndirməyə imkan verəcəkdir. Kitabxanaya gün ərzində gələn şagirdlərin sayı orta hesabla 58-70 nəfər, həftə ərzində gələnlər 280 nəfər, ay ərzində gəlib gedənlər isə 2048 nəfər təşkil edir. Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən nəsillərə daşıyan fikir gəmisidir. Kiçik oxucular həm Azərbaycan, həm də dünya uşaq ədəbiyyatından olan əsərləri, məsələn, Qaraca qız, Tık-tık xanım, Saqqallı uşaq, eləcə də Şahzadə və Dilənçi, Qara köhlən, Tom Sawyerin macəralarını sevərək oxuyurlar. Kitablar öz-özə və başqalarına hörmət etməyi öyrədirlər. Ürəyi və ağlı dünya və insanlıq sevgisi ilə dolduracaqlar. Müəllimlər şagirdlərə klassiklərdən Nizami Gəncəvinin Xəmsəsi, Hüseyn Cavid, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Mikail Müşfiqi seçilmiş əsərləri haqqında danışırlar. Şagirdlər isə bu kitablar haqqında məlumatları dinləyib öz biliklərini daha da artırırlar. Bir insanın fikirləri kitabın köməyi ilə milyonlarla insana çatdırıla bilər. Albert Einstein. ...88 nömrəli tam orta məktəbin direktoru Mirnağı müəllim tərəfindən qələmə alınmış elmi tədqiqatlar toplusunu şagirdlər oxumağa tələsirlər. Çünki bu kitab onları tarixi şəxsiyyətlərdən, şanlı səhifələrdən agah edəcək, bir çox hadisələrdən məlumat verəcəkdir. Kitab həyatı ən uzaq və çətin yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. Azərbaycan ədəbiyyatının görkəmli yazıcılarından İlyas Əfəndiyevin Söylüğü Arx əsəri ailə dəyərlərinə, ölməz dramaturqumuz Cəfər Cabbarlının Sevil və Od gəlini pyesləri azadlığa, İsmail Şıxlının Dəli Kür kitabı isə
insanın bir anlıq nəfsinin necə nəticələnəcəyinə bariz nümunədir. Kitabxanamızda mövcud olan Qabusnamə və Kəlilə və Dimnə kimi ibrətamiz kitablar məktəbimizin şagirdləri tərəfindən sevilərək oxunur. Bu kitablar onlara həyatdakı hadisələri başa salır. Fizika təbiət haqqında elmdir. Elm təbiət kitablarını öyrənir və öyrəndiklərini təbiət üzərində sınaqdan keçirir. Məktəbimizin şagirdlərinin sevərək oxuduğu Məni itirməyin, Ac hərflər, Aldanmış kəvakib, Əbədiyyət nəğməsi, Uşaqlara nəsihət, Ağıllı uşaq kimi kitabların adlarını çəkmək lap yerinə düşər. İnsanlar iki qrupa bölünür. Kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Bu kitabı neçə dəqiqə oxunduğunu deyil, neçə il yazıldığını düşünün. Məktəbimizin şagirdlərinin sevərək oxuduğu Məni itirməyin, Ac hərflər, Aldanmış kəvakib, Əbədiyyət nəğməsi, Uşaqlara nəsihət, Ağıllı uşaq kimi kitabların adlarını çəkmək lap yerinə düşər. Bir kitab içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır. Bəli, kitablar heç də asan yazılan, asan başa gələn deyil. 88 nömrəli məktəbin kitabxanasının ümumi sahəsi 272 kvadrat metrdir ki, bunun da 68 kvadrat metri oxu zalının payına düşür. Şagirdlər oxu zalında əyləşib, oxuduqları kitabların məzmunlarını bir-biri ilə bölüşür, təhlillər aparır, onları kompüterdə işləyirlər. Dünyada nə qədər kitab var belə, çalışıb əlləşib gətirdim ələ. Oxudum, sonra da vardım, hər gizli xəzinədən bir dür çıxardım. Şagirdlərin oxuduqları kitablara nümunə olaraq Mauqli, Robinson Crusoe-nu göstərmək olar. Dünya klassikləri müəllimləri də maraqlandırır, onlar da bu əsərlərdən faydalanırlar. Kitabın vərəqləri bizə aydınlığa çıxaran qanadlar kimidir. Və müəllimlərin məsləhətləri şagirdlərin həyatında böyük əhəmiyyət kəsb edir. Kitab həyatın ən uzaq və qaranlıq yollarına nur bəxş edən əfsanəvi çıraqdır. Əsl iqtidarın kitablarda olduğunu gördükdən sonra hökmdarlar da qələmə sarılıb kitab yazmağa başladılar. Ən yaxşı kitab yaxşı nitq kimidir. Sizi güldürür, düşünməyə vadar edir, ağladır, əyləndirir. Bu ən yaxşı ardıcıllıqdır. Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır. Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər. 10-cu siniflərdə kitabxanamızda mövcud olan seçilmiş əsərlərdən, eləcə də tarixi janrda olan kitablardan oxuyub faydalanırlar. Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə başqa xəzinələrin açarıdır. Əziz uşaqlar, kitab oxuduqca siz böyüyürsünüz. Təkcə boyunuzla deyil, eyni zamanda ağlınızla və düşüncələrinizlə. Kitablar sizə doğru ilə yanlışı ayırmağı, xəyallar qurmağı və onlara inanmağı öyrədir. Mütaliə edən insanla etməyən insan arasındakı fərq gecə ilə gündüz kimidir.
Kitab oxuyan insan düşünməyi, dinləməyi, soruşmağı, başqalarını anlamağı bacarır. Danışarkən sözləri seçir, qərar verərkən düşünür. O, gözlə gördüyündən daha çoxunu düşüncələri ilə dərk edə bilir. Kitab oxumayan insan isə çox vaxt gördükləri ilə kifayətlənir. Əziz uşaqlar, gəlin hər gün az da olsa kitab oxuyaq və bunu vərdiş halına gətirərək gündəlik həyat tərzimizə çevirək. Çünki bu, gələcəyimizi daha da parlaq edəcək. Sözlərimi Bəxtiyar Vahabzadənin kitab haqqında dediyi misraları ilə bitirmək istəyirəm. Kitab böyük müəllimdir. Sinəsində min aləm var. O səni bir insan kimi gah güldürər, gah ağladır.